şeytan əvvəl vəsvəsə eləyir, əvvəl yaxınlaşır. Oğru adamlar kimi oğru evə girəndə əvvəl barmağın ucunda girir. Sonra görür, yox, bu evin yiyəsi yatıb qalıb, bu heç yatıb, heç ayılmaq fikri yoxdur. Ayılmaq fikri yoxdursa, başlayır rahatçılıqla işini görməyə. Hətta bunu belə də təşbih verirlər ki, bir quşa bənzəyir ki, əvvəl yuvasını qurmamışdan əvvəl baxır, görür, təhlükə var yoxsa yox. Görür, yox, təhlükə yoxdur. Başlayır yavaş-yavaş hələ yuvasını qurmağa. Bu sürədə görür ki, yox, təhlükə yoxdur. Yuvasını qurandan sonra ora yumurta qoyur. Həmən o yumurtalar sonra bala çıxartır. Sonra insanın başlayır zəif əzalarına qonmağa. Kim əldən zəifdirsə əlinə qoyur, əli əyridir, kimi gözdən, kimi dildən, kimi qulaqdan fərq eləməz. Harada zəif yer varsa, gedir qonur ora. Yəni, bunu ilə əvvəldən ciddi şəkildə gərək nə eləyəsən? Məşğul olasan, Allaha sığınmaq, birinci əuzubilləh də Allaha sığınmaq. Allaha sığınmağın da yolunda insan yerə çaşmasın. Allaha sığınmağın yolu ancaq Allahın nümayəndələrinin tövsiyələrinə əməl etməkdir.